Deyir, razıyam bütün mərcəiyyətimi, hər şeyimi verim, onun o kənddə qaldığı bir gecə yatdığının savabını versin mənə. Mirzə Şirazi eşidərsiniz. Mirzə Şirazi bizim məktəbin ən tanınmış mərcəi təqlidlərindən biri olub. Məşhur, nüfuzlu. Bir gün deyir, yanına dövrünün şahının adamları gəlir. Şahın adamları get-gəl eləyərdi, məsləhət alardı, ehtiram eləyərdilər ona, hörməti çox idi. Oturub söhbət eləyir, birdən qapısı döyülür, xidmətçi gedir qapıya, bir nəfər qoca bir kişi, yaşlı kişi, ruhani geyimindədir, amma hiss olunur ki, kənddən gəlib, kənd ab-havasında. Gəlib, qapını döyür, xidmətçi açır, deyir, Mirzə Şirazi buradadır, deyir, evindədir. Deyir, denən ki, filan kəs gəlib, biraz da ərkinə. Deyirlər ki, yanında şahın adamları var, gözdə bugün ümumiyyətlə ruhaniləri qəbul eləmir. Deyir, siz gedin, deyin ki, filan kəs gəlib. Deyir, bu şahın adamlarını qəbul eləyən vaxtda gəlib bunun qulağına deyirlər ki, bir kişi əl çəkmir. Deyir, getmir. Kimdir? Filan kəs. Adını mən unutmuşam, filan kəs. Deyir, bu filan kəs deyən kimi şahın adamlarına deyir ki, məni üzürlü sayın. Görüşümüz başqa vaxtda qalsın. Neçə gündən sonra filan vaxt gəlin, mən bu adamla görüşməyəliyəm, vacibdir. Deyir, onları yola saldı, düşdü, qapıdan bunu qarşıladı. Əlindən tutdu, hörmətlə, ehtiramla, gəldi, oturdurdu yanında. Diqqət ona ayırdı, günün yarısını axşama qədər o ilə deyir, vaxt keçirtdi, axıra qədər onu diqqətlə dinlədi, xüsusi hörmət elədi. Axırda deyir, gəldi, qapıya qədər yola saldı, ayaqqabısını cütlədi, yola saldı. Soruşduq ki, siz bu kişi kimdir buna, siz bu belə diqqət ayırırsınız? Dedi ki, bu mənlə bir yerdə oxuyub, bir yerdə oxumuşuq biz bununla. Cavanlığımızda bir otaqda qalmışıq, bir yerdə dərs oxumuşuq. Bu məndən daha yaxşı idi, elmi baxımdan, istedadı daha güclü idi. Bu bir dəfə getdi dərs vaxtı bir kəndə, getdi, gördü orada cəmaat dindən uzaqdır, dindən məlumatı yoxdur, heç nə yox. Dedi ki, mən təhsilimi yarımçıq qoyuram, mən iştihad zat tərəfə getməm, mən gedim o kənddə cəmaata xidmət edeyim. Getdi, mən deyir, ona deyirdim ki, mən səndən sual soruşuram, Mirzə Şirazi deyir ki, çətinliyim olanda səndən soruşuram, deyir, o qalsaydı, oxusaydı, məndən qat-qat böyük bir mərcəi təqlid alim olardı. Ondan sonra görün nə deyir? Deyir, razıyam bütün mərcəiyyətimi, hər şeyimi verim, onun o kənddə qaldığı bir gecə yatdığının savabını versin mənə. Ömrümü verim, ömrümü verim. Bir gecənin savabını versin mənə. 1000 gecə də orada qalıbsa, demirik hamısının bir gecəsinin savabını. Görürsən ki, əsas məsələ odur ki, insan harada olmalıdırsa orada olsun.